Azərbaycanı istəməyən qüvvələr var. Təbii ki, bu ömrü boyu olub, məncə yenə də olacaq. Həmin qüvvələrin, hansı ki, Azərbaycanı istəməyən qüvvələrin əsas narahatlığı nədir? Onların ən böyük narahatlığı ondan ibarətdir ki, onlar bizim uğurlarımızı, müvəffəqiyyətlərimizi, qələbələrimizi həzm edə bilmirlər. İstəyir daxildə, istəyir xaricdə. Çox maraqlı sualdır. Doğrudan da əgər Azərbaycanlısansa, səni narahat edən nədir? Ərazi bütövlüyün təmin olunubdur. Suverenliyimiz bərpa olunubdur. Beynəlxalq aləmdə Azərbaycan yüksək səviyyədə təmsil olunur və bundan sonra da yüksək səviyyədə təmsil olunacaq. Bizim hər bir Azərbaycan vətəndaşının demək olar ki, arzusu yerinə yetiribdir. Azərbaycan əskəri, Allah bizim şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin və bizim ölkə rəhbərimizə, bizim Ali Baş Komandamıza can sağlığı versin ki, bunları bizə yaşatdı. Yadınızdadır da, siz də o günlərin şahidisiniz. Mən yenə demək istəyirəm ki, 44 gün ərzində bizim möhtərəm cənab prezident Ali Baş Komandan biz hamımız televiziya qarşısında dayanıb gözləyirdik ki, onun çıxışları olsun. Və hər dəfə bizə cənab prezident xoş müjdələr verdi. Qələbə xəbərlər verdi. Və mən bir neçə dəfə də televiziyada bu fikri söyləmişəm. Milyonlarla insan, mən dəqiq bilirəm bunu, onlardan biri mənəm və digərləri bizim dostlarımızdır ki, televiziyaya yaxınlaşıb cənab prezident danışa-danışa ekrandan onun alından öpüblər. O qədər bizə sevinç yaşadıb. Mən bunu çoxlardan eşitmişəm ki, hamı bunu eləyibdir. Çünki təbii ki, prezidentə yaxınlaşmaq mümkün deyil, çətindir o zamanlar və s. Onlar bu cürə ona olan sevgisini, təşəkkürünü çatdırırlar. Milyonlarla Azərbaycan vətəndaşı bunu etdi. Və bugünkü gündə özlərini müxalifət adlandıran o qüvvələr ki var, nəyin müxalifliyini edirsiniz? Nəyin davasını edirsiniz siz? Siz bugünkü gündə danışırsınız ki, müəyyən tutaq ki, hansı problemlərimiz var. Siz bizdən ağıllısınız və yaxud siz bizdən gözləriniz daha yaxşı. Biz bəyəm o problemləri görmürük. Mən sizə bir mənalı onu deyərəm ki, inanınız mənim səmiyyətimə, yüzilliklərlə olan problemi və hal-hazırda 30 ildən yuxarı olan Qarabağ problemini həll edən insan bizim bu problemləri onlar çox xırdadır. Onu çox qısa müddətdə həll edəcəyik.